Yeni kvotanın tətbiqinə sevinməlisiniz yoxsa məyussunuz? Bu suala cavab verəsiniz. Buna iki tərəfli yanaşaram. Mən ilk öncə mənə maraqlı olan bir məsələ var ki, ayna nümayəndəsi də əyləşib burada. Bu şəffaflıq hansı formada olacaq? Məsəl üçün 25.000 deyək ki, kvota müəyyənləşib, sabahları bu düşdü 24.500-ə. Yeni 500 nəfər müraciət etməlidir. O sürücü hardan görəcək ki, bu müraciət edə bilər? O gündəlik statistika sözlə, hansısa yazı ilə paylaşılsa, bu qeyri bir şəffaf bir şey olacaq. Yəni bu hər hansısa formada şəffaflıq təmin olunmalıdır. Və Açıq olmalıdır taksi. Və əlbəttə görməlidir ki, sürücü olaraq ki, məsəl üçün düşdü 24.990-a. Məsəl üçün də. Və ondan da əlavə müraciət edən sürücü, talım 500 nəfər sürücü lazımdır. Müraciət edən sürücü necə biləcək ki, o 501-ci adamdır, 400-cü adamdır. Adam ümidini bağlayır ki, mən taksi işləyəcəm və gözləyirəm o kvota müəyyən sayı aşağı düşsün ki, mən müraciət edeyim. Və o müraciət əsasında da müəyyənləşdirə bilməyəcək ki, bu neçənci adama gəlir düşür. Yəni gözləmə dəyər yoxsa dəyməz. Daha sonra bu kvota məsələsi sahibkarlara daha çox belə deyək də şərait yaradılır. Bugünkü gün Orxan müəllim də bildirdi ki, taksi sürücüləri təhsil almaqla əlaqədar heç bir problem olmayacaq. Getdi oxudu, şəhadətnaməsini əldə elədi. Bundan da yekunlaşdı. Yəni bu gözləməlidir ki, avtomobilə kart alsın, amma avtomobilini də kart ala bilmir. Zaten kvota müəyyənləşib. Dediyim kimi gözləməlidir. Və bu halda gedib hansısa bir sahibkara müraciət etməlidir. Sahibkar da belə deyək də bu 3 növbəyə böləndə 8 saat, 24 saat edir də. 3 növbə şəklində çox güman hesablayırlar. Sahibkarlara bu bir növ şərait yaradılır və indiki hal-hazırda da buraxılış vəsiqəsinə də kvota qoyuldu. Orada həm tək kart məsələsi deyil avtomobilə, həm buraxılış vəsiqəsi və karta kvota qoyulub 25.000. Yəni taksi sürücüsü vəsiqə də ala bilməyəcək. Çünki karta müraciət vəsiqənin əsasında olur. Vəsiqə əldə eləməsən kart müraciət edə bilmirsən. Yəni bu bir növ sahibkarlar üçün kifayət qədər şərait yaratdı. Bir məsələni də vurğulayım ki, 25.000 kvota məsələsi əslində biraz azdır bu bir artırmaq məcbur deyim ki, nə mənada, çünki daha çox taksi işləmək istəyən insanlar var. Nəyə əsasən deyirsiniz? Çünki baxın, Fərhad müəllim bildirir ki, bunun necə hesablayıblar. Orxan bəy bildirir ki, biz bunu hesablamışıq. Siz də deyirsiniz ki, azdır. Yəni siz nəyə əsasən deyirsiniz ki, azdır? Çünki mən özüm indi hal-hazırda olduğum işdə də mən görürəm ki, müraciət edən taksilər üçün daha çoxdur. Yəni gəlir gənc insanlar da müraciət edib taksi üçün fəaliyyət göstərmək istəyir. Mən başqa bir səmtdən yanaşıram. Kvotanın müəyyənləşməyi nəyə görə lazım idi? Zaten əvvəl qərarda var idi, sadəcə rəqəm müəyyənləşməmişdi. Mən indi digər işlədiyim sahədə görürəm ki, 22 yaşında gənclər axın eləyir taksiyə. Yəni biz əgər cəmiyyəti yönləndiriksə taksiyə, onda bunu açıq eləsinlər, 50.000, 100.000, gəlin bunu 1 milyona çatdıraq. Buna müəyyən ixtisaslar var ki, bu günləri dediyim işdə müəyyən bir peşə sahibləri lazımdır ki, bizə biz tapa bilmirik. Hamısı da olanlar zaten işləyir, amma bunu bacaran insanlar da yoxdur. Biz müşahidəm də göstərir ki, gənclər elə taksiyə axın edir. Gəlin mən taksi işləyim. Yəni rahat, istədiyin vaxt yatırsan, istədiyin vaxt durursan, istədiyin vaxt xəttə çıxırsan. Bu nöqteyi nəzərdən kvota lazım idi. Amma 25.000 olmağı bu biraz mənə görə də absurd məsələdir. Sizcə neçə olmalıdır o rəqəm? Mənə görə harasa bir 50.000-ə yaxın olmalıdır.